Dəyərli izləyicilər, video daxilində gördüyünüz bütün əşyalarla bir yerdə qanuni 3 otaqlı, kupçalı bir ev sizlərə təqdim edirəm. Bir evimiz yerləşir Xırdalan şəhərində, Heydər Əliyev prospektinin tam kənarında yerləşir. Tam dolu vəziyyətdə, heç bir əşya götürülməmə şərti ilə çox təcili şəkildə qanuni 3 otaq, 4 pəncərəli evimiz satışa çıxıb 64.500 manata təqdimat eləyirəm sizlərə. Geniş kvadrat ölçüyə malik olan qonaq otağına. Bir daha deyirəm, videoda nə görürsünüzsə, hər bir şey daxil olmaqla ev satışa çıxır. Alıb kirayə də verə bilərsiniz, yaşaya da bilərsiniz özünüzdə. Geniş, 3 otaqlı, tam təmirli bir evidir. Sənətimiz kupçadır. Təcili şəkildə satıldığına görə əmlak sahibi bu qiyməti qoyub. 1-2 gün ərzində ev mütləq şəkildə satılmalıdır, dəyərli dostlar. Gördünüz, bura belə bir səliqəli qonaq otağı idi. Evimiz koridor sistemidir. Baxın, görürsünüz, opşi evin yeri istipoldur. Qaz, su, işıq daim fasiləsizdir. Giriş qapı hissəsidir. Baxın, 5 mərtəbəli binanın 1-ci mərtəbəsindədir mənzil. Qiyməti 64.500 manatdır. Çöl qapımızı real alıcıya əmlak sahibi deyir ki, endirim eləyəcəm. Çox təcili şəkildə satıldığına görə əmlak sahibinin qəti şəkildə gözləmək istəmir. Evi təcili şəkildə satmaq istəyir. Qonaq otağı təqdim elədim. Ümumi sanuzelimizdir. Baxın, ümumi sanitar qovşağımız. Burada yerləşir. Geniş ölçüyə malik mətbəx. Mətbəxdən də eyvana çıxış. Eyvanda yerləşir kombi, qaz şöçkimiz. Tam hazır vəziyyətdə. Al köç yaşa. Bir qəpik də xərc tələb etmir. Qiyməti sizlərə bir daha açıqlayıram. 64.500 manatdır. Uşaq otağımız səliqəli, şirin, gözəl ölçüyə malik olan uşaq otağı. Görürsünüz, döşəməmiz laminatdır. Həqiqətən də idealdır, tam təmirli. Bu qiymətə bazarda qanuni 3 otaqlı bina evi yoxdur, dəyərli dostlar. Burada böyük yataq otağımız. Baxın, normal qaydada, normal genişlikdə kifayət qədər böyük ölçüsü olan yataq otağı. Həqiqətən də ev çox gözəldir. 1-ci mərtəbə olmağına baxmayaraq əladır. Yerləşmə ünvanı mərkəzi yolun kənarındadır, Xırdalan şəhərində. Şəhərə işləyən avtobuslar, məktəb tam yaxınlığındadır. Vaxtınızı bizə ayırıb izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm.